Metro stansiya və tunellərdə 6 müasir tipli güclü ventilyator quraşdırılıb. Metropoliten rəsmisi bu avadanlıqların üstünlüyünü açıqlayıb. Yeni ventilyatorlar köhnə tip ventilyatorlardan havanın vurma qabiliyyətinə görə 2-3 dəfə yüksəkdir. Bu da stansiyaların həm sərin olmasına, həm də ki, təmiz hava ilə təmin olunmasında köməklik göstərir. Hazırda Bakı metropoliteninin stansiya və tunellərində ümumilikdə 123 ventilyator fəaliyyət göstərir. Onlardan 113-ü təzədir. 10 ventilyatorun isə mərhələli şəkildə müasir analoqları ilə əvəz olunması planlaşdırılır. Metronda 6 yeni güclü ventilyator quraşdırılaraq istifadəyə verilib. Ventilyatorlar stansiyalarda havanın temperaturunun aşağı salınmasını təmin edir, amma eyni zamanda böhran vəziyyətində yanğın və alovun operativ şəkildə sovrulmasını təmin edir. Bakı metropoliteninin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, metroda əvvəlki 3-cü nəsil və yaxud sərnişinlərin köhnə nəsil adlandırdığı qatarlarda əfsuslar olsun ki, kondisioner sisteminin quraşdırılması texniki cəhətdən qeyri-mümkündür. Bu səbəbdən onların mərhələli şəkildə əvəzlənməsi gündəmdədir. Qəbul olunmuş dövlət proqramına əsasən 2030-cu ilə qədər Bakı metropoliteninə 300-ə yeni nəsil vaqon gətirilməlidir. Yəni bu vaqonların hamısı bir mənalı olaraq mikroiqlim nəzarəti, o cümlədən kondisioner sistemi ilə təchiz olunacaq. Bildirildi ki, 69 qatardan 36-sı kondisioner sistemi ilə təchiz olunub. Bu qatarlar əsasən yaşıl xətt üzrə Həzi Aslanov Dərnəgül istiqamətində hərəkət edir. Xətlər ayrıldıqdan sonra Dərnəgül Xətai istiqamətində də yeni nəsil qatarların istifadəyə verilməsi nəzərdə tutulub. Aytən Fehruz Üzeyr Ağayev, Xəzər xəbər.